Salam əzizlərim, sizləri yeni bir gündən salamlayıram. Necəsiz, həmişə yaxşı olasınız. Bizlər də yaxşıyıq, qardaşım gedəyik. Bayaqdan mən video montaj edirəm. Şəmsi pankekin xəmirini hazırladı, pişirir. Bir boşqab belə pişirdi, yenə orada pişirir. Dedim, mən azından montajımı dayandırım. Pankekləri sizin üçün çəkim. Hazırlasın, birlikdə səhər yeməyimizi yeyərik. Müslümlə Cəsurun oyunun səsinə bax. Zquşonka da alıb, nədir, şokimoki da alıb uşaqlar üçün. İndi zquşonkanı açaq. Gəldin Əsma, çox sağ ol. Üzünü qoy. Gələcək. Qoy hazırlasın Şəmsiyə. Sağ olay Şəmsiyə, əllərə sağlıq. Baxın, belə qəşəng pişirdi. Uşaqların da çayı süzüldü. Buyurun, nuş edin. Dən şəkim dedim, çəkim mən. Yiyin. Verim, kimsə tarıqa da götürür. Müskü verim sənə boşqab. Verim müskə sən tarıqa? Yox. Hadi yiyin. Tatlı olmadı. Əlbəttə tatlı olmalıdır. Bugün nə çəkdim, hiç bilmirəm. Burada iş gedir. Dedim, gidin biraz könüllən oturum. Beton tökürlər, baxın. Bugün ikincisi mədir. Biraz könüllən oturum. Orada da lift kimidir, baxın, işçilər aşağı düşür. Çəkirəm oranı. Gidin aşağı könüşün yanına. Əslində telefonda yerdə yoxdur çəkiliş etməyə. Bir dənə videonu montaj etdim, qoydum yüklənsin. Bugün axşam saat 5-də burada paylaşacağım. Mən gəldim Könülgül, amma Könül evdə yoxdur. Kassa bugün kruplu sutka işlədi. Əslində ikinci ismin olmalıydı. İşte Zəhra. Yoxdur, gedibdir. Yəqin Nuray ilə Əsmadır. Biz də gəldik Könülün yanına. Könüşdə yox. Zəhra ev təmizləyir, iş görür. Könül xara işlədi. Gəlin oturun. Bugün ikisi mi işləyir? Neçə? Zəhra orada qoymadı mən yumağa, özü yor, təmizləyir. Səni çəkirdim Zəhra. Halal olsun. Mama gedəndən sonra evdə iş görsən, sən? Yox, burada qapılar dönür. Ay Allah. Krasavitsalara baxın, bunlar gəzirlər məndən. Bugün də məni qoymurlar getməyə, ataları da qoymadı. Sabah gedərik уже точно Nuray. Xəziyyəşqadır Zəhra, ağıllıdır, böyüyürlər. Əsma da evdə iş görür. Xoşum gəlir, öz otaqlarını özləri səliqəyə salırlar. Mulatsı. Zəhra qızım bizim üçün çay hazırladı. Kim belə bacısı qızı var, ağıllı. Evdə işlər görür. Maması işdə olur, Zəhra qəşəng işlər görür evdə. Sağ ol ay Zəhra. Bunlar nə da Zəhra? Mavın işləridir. Кто это нарисовал? Моя бабушка. Kim çəkib bunu? Ася çəkib. Это бабушке на день рождения написала? Каляки-маляки. Моя бабушка добрая и хорошая. Моя бабушка. Чё? Моя бабушка. Вот это. Пула. Я щепочек не знаю. Klaksı, mlaksı. Babulası mahnı oxuyur burada. Nə var? Ağzı açıqdır. Sağda. Bu özüdür, şalvara bax, forsa bax. Lüstr da var. Babula yaylaqdadır, yəqin hicab da çəkib də, çolkası da var babulanın. Ay səni Ayska.
Kadınlar çok değil mi? Zəhra bizə çay sürdü. Mama da gəldi Müslümdən. Gördülər könül yoxdur. Onlar getdi. Əsma da getdi. Biz də çay çəkidək. Şəmsiyanın qızı təmizləyir. Mənə? Ay Allah. Çıxacaq indi. Bana meyvə tabağı hazırlamış. Meyvə tabağı. Ay, xəzəyqə. Mən də elə bilmirəm, çünki dünənləri dünən birinci ismin getmişdi də. Mən getdim Sevan'la görüşməyə, Sevan yanına. Yox idi könüş. Gəl özün də idi. Size kampanya. Hanımlar, mən bayaqdan Mamagildəyəm, amma məni apardı, meyvə qonaqlıq etdi. Mama ilə 1-2 saat olar mama ilə oradaydım. Hə, Şəmsi də indi işə gedir. Tez belə gün orta üçün bizim üçün yemək də hazırlayıb, sağ olsun. Belə göbələk kartoşka ilə qızardıb. İndi biz nuş edək. Duray Zəhranın yanındadır. Cəsur, mən, Əsma. Müslümlə özü yemir. Onlar məktəbə gedirlər, dərsə gedirlər. Müslümün gün sonuncu dərs gündür, Şəmsi də işlədi. Sağ olsun, bunu hazırlayıb bizim üçün. Biz nuş edək. Siz də göz haqqınızı halal edin istərəm. Görək necə olur. Mən belə qızartmamışım. Mən həmişə jülyen pişirmişəm. Amma Cəsur deyir, belə dadlı olur. Könül xalası gildə yeyib, o da kartoşka ilə qızardır. İndi görək necədir. Gəl Cəsur. Gəl mama qurban, gəl. Göyərtini belə çıxartdım süfrəsinin dəsmalın arasında. Sevmirsən? O Cəsurdur, bu səndir, gəl. Gəl bibinin yanına. Azdır da Əsma. Gəl ye, nə olar? Gəl, gəl bibinə yoldaşlı ye. Al səndə çörək. Yulka. Pomidor, xiyar belə qarşına qoy. Mən daha çox göyərtini sevirəm Əsmir. Qatarokə belə qoymadım belə. Hə, mən də soğanı sevirəm. Sizə uğurlar. Yemədin özündə. Əsmişqa deyir, bir smetanla qəşəng olur. Da Əsmən xətrinə biz də baxaq dadına smetanla. Bunu Əsmiş. Gəl Cəsur. Dadlıdır. Bayaqdan deyirsə istəmirəm. Bugün bunlar ana bala sərbəst formadadılar. Müslüm, gəl bura səni çəkirdim. Güncə Müslüm belə geydi. Aleykum. Hara getdim? Geri o yana. Hadi get, yaxşı ol. Sağ ol. Я один урок у меня будет, я буду отдыхать, потому что я в прошлый раз ответил правильно на вопрос. Я в списке второй, я первый, потом Михаил, потом Омар. Bütün sınıfın adını çəkdi, всех перечислил. Из 35 человек, 3 человек пятерки. Молодцы, всем У удачи. меня 4 была, я на принципе работал, у меня 5. Умница. Я на одном буду Отдыхать. а на Молодец. другом Пахать. Отдыхать, а на другом пахать. Иди. Пока. Balacadır. Zvuk olar biraz artıq Əsma. Səsi biraz artıq öz eləncidir səsi. Nuray utanır, Nuray yüzünü çevirin. Мой папа, моя мама, 2 брата и я. Себя близь. Моя мама сидит. Моя мама у меня самая лучшая. Она мне больше всего понравилась. И папа, и мама, и братья. Они все для меня самые лучшие.
внимательным зрителем. Продолжай еще. Самого старшего брата зовут Эван. Kurban olum starşı bratı var. 17 lет. Hə, ondan 7 yaşı vardı. Hə. Benim 10 yaşım var yanımda. 10. Ya 18 oldu. Elə bir onda rəvan ad günü. Потом Джаспер, он мой, он тоже мой родной, и ему 13 лет. Ага. 13 benden de var aşağıda. Старый Майк, он очень нравится, чтобы вы поставили под этим. Давайте из-за того, что скоро его день рождения. Hə, Cəsur ad günü vaxtları idi. Yeni il qabağı idi. Onlar da öyle telefon almıştı. Hə. Ha? Я сама маленькая, ударила. Udalik, ay Allah, başı vurmaz telefonu. Разговаривала. И мне вообще распустили. Я здесь вообще. Benim bu arada yazarım. Забыла совсем. Что ты хотела? Говорила, это Ой, что? Allah. Это Это что? что? Это что? И мама мне научила русский язык. Ha? Oy, gülüyorum Kalktı yani. plakala. Ay Allah, nə qədər ağlayırdı mən buna rusca söz deyəndə. Ağlayırdı. Getirmiş. Yandım. Ay, cidden. Hə. Yemedim. Yemək koydum qarşısına yesin. Dedi, приятного аппетита de, nuş olsun. Küstü yemədik, yəni niyə rusca danışırsan? Даже пишем. Он заставил учебник, предметы. Her de var yanımda. Все, O otaqdan onu stəl çəkmədin sən bu günə kimi. Hə. Hə. Allah, bütün her şey. Onda 5-ci sinif idi. Ha? Vay ya. Bilmir nə danışdı. Mən də yazıb çəkirəm. O vaxt montaj eləmirdi, Primoy paylaşırdı. Yadındadır mı? Ne diyor? Ага. Bulaq ayını. A, keçdi müharibət. Sənə qurban olum. Elə o ildən prazdnik eləmədik də biz. Vlog, yəni yolka qurmadıq da. Rus seni şöyle geçtim. Ay Allah. Все. Ha? Karantin, müharibədən karantinə. Никто никуда не идет. Ellerine bak. Карантина не было бы. Если бы вообще коронавируса бы не было бы, то мы бы там бы шли, вам дали свободов, еще с родственниками, никто не приходили, женихи. У меня есть маленький, он двоюродный, да? Маленький, Несели? братик Рüstem. Aa. Совсем маленький, ему 4 года. Ay o da şaşırmalıydı. Gətir imkan verim, eləmə. Я бы его с вами познакомила. У меня очень много сестер двоюродных. Ha? Две из них младшие. Hə. Две девочки А gördüm. Ровесники тебе, да? Да. Yok. И с ними мы Ровесники də ilaha etsi. для вас. Ну, почти ровесники. Помога. O vaxt ağılla düşünürdün, indi yox. То, что вы хотели, тоже вам объяснять. Комментариев, конечно, есть они открытые. Что вы хотите? Səsə bəsdir də. Наверное, если бы... Nə olub? Gör nə qəşəng danışır. Ben kampüse Elim açmak benimde istedim. kaldı. Videoda. Ben Kampot açmaq istədim, bəlkə gülürdün orada. Ставьте лайки и пишите комментарии. Хорошо. Они открытые. ikinci defa dinlerim. Elə bil müəllimə də o kaskan yoxdur əlində. Betaten yani. 3 defa. Dayan. Hadi bəda hədə ya. Qramtasını sürüb çıxardır. И после этого Sabah yapmıştım. наступил карантин. И мы больше никуда не пошли, ни на такие соревнования. Да, Да? это было соревнование. Anası da çıxış edir. İmkan ver, cəsur. İsvista. Надеюсь, все опросы, и опять ты пойдешь на эти соревнования. Да. Sınağa getmişdi. 700-dən 500 neçə idi? 530. 530 toplamışdı. Şu alttan vereyim yani. Buna gəldi məktəbdə təqdim etmişdilər sinifdə. Можно? Но по логике мне были многосу. Po logiki. Da logika yoxdur, hə? Yığışdır logikanı. Ama uşaq idim də onda bir Yo, indi logika yoxdur da, məntiq yoxdur. Ben bilmiyorum. Kameranın Мне показывают Gətir imkan ver. две ошибки, ну, пусть одна ошибка, но по логике мне были две ошибки. Из-за этого примерно мало баллов. İki Потому sefere что göre 170 bal у çıkıyor. нас было 5 предметов,
познание, русский, логика, математика. Английский. Хочешь познание? Мне кажется, за каждом семестре было 10 вопросов. Да, и только познание мира. Познание мира, один вопрос считался как 10 баллов. А в остальных будет 15 баллов. Но если по каждому из них взять по одному, по две, Ben de içeride oturup Levan'a bakırdım. Cəsur Rəvanla idi. Biz də bu videonu çəkirdik. Ay oğlar Rəvana qurban olum. даже вам видео снимаем в этой комнате. Allah kom daha kom dördür. Ну ладно. Yine tıraştı. Sen şimdi böyle şeyler indirdin. Burada 10 yaşım vardı. Senden küçüğüydüm hatta buradaki. Ay, Allah gösterme. Ha işte. Но моя цель набрать 200 подписчиков. Но если ты не подписан, Neçə подписчikin vardı onda? 200 nəsə deyir orada. 100. 200 adam yapıyor çekiyor. Xoş gəldin Anar. Tatlıya da gedibsən Artan. Şirniyyatları gəlib sevinci. Qoqallar. И французский булочки. Müslüm gel. Müslüm. Ha, aldı toyuğu da. Musti, gəl qurbanım, gəl çörəyi yeyə, gəl. Sən ağıllı balamısan, gəl Musti. Rəvana. Bu Nurayın ad günlük videosu. Bugün bütün gün demək olar ki, bizim vloglara baxmışıq, köhnə vloglara. Həm güldüyümüz yerlər, məqamlar olub, bu qədər gülmüş uşaqların balacalıq vaxtına. Rəvanda çıxdıqca qədər pis olmuşuq ki, hisslər qarışıqdır, belə izah etmək olmur. Belə hava sərin oldu. Küləkli, sərin, yaxşı havadır. İndi Anargil namazını qılıblar. Namazlarını qılsınlar. Anar bizi bulvara aparmaq istəyir. Ona görə tez gəldi. Əsma deyir, qış parkına gedək. Qış parkı mərkəzi parkın, yəni o parkdır da, köhnə Sovetskinin yerində salınan parkdır. Ora getmək istəyir Əsma. Onlar dedi ki, yox, gedək bulvara. Belə xanımlar. Deyirəm, jaket də götürsün, qızlar nəsə götürsünlər, ya sportivlə. Əgər bura sərindirsə, bulvara getsək, o dəniz kənarı vəbşi soyuq olur. Beləliklə bugün də qaldım. Bugün də icazə vermədilər getməyə, sabah gedərik inşallah. İnşallah sabah gedək. Əslində çox yerə Anar gəzdirərdi, biz apardı. Burası otpuska vaxtı deyil də, iş vaxtıdır. Səhər gedir, axşam 7-yə belə falan evə gəlir. Dövlət işində işləyir, ya ev işindən qala bilməz. Hətta ki, canları sağ olsun, elə bizim bura gəlməyimiz bizim üçün bir dəyişiklikdir, yenilikdir. Elə bu evdə oturmağın özü, elə buranın parkına getsək də bizə bəs edər. Deyir, bulvara aparım sizi. Belə əzizlərim. Telefonda videolarım vardı ya, çoxdur deyə, yer yoxdur deyə belə bugündən elə çox da çəkmədim deyəsən. İndi bulvarda çəkərəm. İnşallah getsək. İndi hansı parka gedirik bilmirəm, çəkərəm. Şəmsiyə testləri yoxlayırdı, durdu. Gəlib davam edəcək, hamısını yoxlamadı.
Onlar namazını qıldı, Şəmi də qılsın gedək. Bizim videoda dondu qaldı televizor. Nuray termosda götürür də. Götürsünlər dedim, isti su götürsün. Boğazı ağrıyor Nuray'ın da. Buraları belə qoydular. Her gün ayrı değiliz, değine kaldı senden. Her gün ayrı bir biz. Sağla bizi orada, geldi keşke orada. Koyma beni Çattık. Çattık. Çatdıq. Maşında ucu yatırdıq. Deyirəm, bulvara bə kim gedir? Qaydanda başa düşmək onlar bə. Müslümgin köynə evi. Gəlirsən Şəm. Anar nə inir? Ha. Ödənişləndi bura maşın durmağı, ha? Biraz gəzə gedib uşaqlar onsuz da yatırdılar. Bura nə qəşəng olub, ha? Qəşəng uşaqlar. Parkdır mama. Parkdır da ismi yəqin ki. Biz buralarda gəzişib rektora gedək, düzdür. Nuray Şəmsənin uzun jaketini götürdü. Axşam sulanmağı yaxşıdır da Şəmi. Gün gedəndən sonra sulanır. Ağacı dəyir. Anar köynə götür. Anar götürmədin köynə? Neçə dəfə dedim, dedi yox qalsın. Letni formada gəlib basanoşka. Burada adam çoxalırdı, əvvəl az adam olurdu. Biz gəlirdik, heç kim olmurdu buralar. İndi elə biləm öyrənib buraları. Adam gəldik. Maşında tək tük olurdu. Gəlib rahat saxlayıb gəzirdik. Başqa parklar biraz balaca olur axı Şəmi. Bura genişdir, bulvar. Sərindir, dənizin yanında deyə. Maşın ondan sonra gəlmək nə var ki? Bura daha genişdir, sərindir. Bura Ağşəhər hər tərəfdir, hə Şəmi? Hə. De. Başdan alıb yedilər. Keçsinə dənizin yanına gedək. Dənizə baxaq. Keçən il də getmişdik də sizlə mərkəzi parka da. Qız parkına.
İniş ildə getmişdi, yoxsa elə keçən iki dəfə getmişdi sizlə. Bilmirəm, ikisi də keçən il idi, yoxsa ondan öncəki il idi. İki dəfə oraya getmişdik. Atayevin tərəfə də, Sovetskiyə gəzdiyi oralara. Gəzək belə çəkim. Bilmirəm nə qədər maraqlı çəkirəm. Qaranlıqdır da belə. Amma qəşəngdir, bax. Telefonda baş həmişə işıqlı düşür. Bax, sizin parkda Neftçilər Parkında elə bir ki, bax bu işıqların çoxunu yandırmırlar stopalarında. Çoxu yanmır. Çəkiliş də qaranlıq düşür. Bayraqlarımıza baxın. Ora belə başqa cür adı var ya, alov gülləsi yox belə. Flint Towers. Aha, Flint Towers. Hə, dilimə gətirib deyə bilmirəm onu. Həqiqətən Bakı gözəl şəhər. Bax, indi üçü hərəsi bir rəngdədir, bayrağın rəngindədir. Değil, görmürsən? Yo, onlar değil. Еще указываю я тебе так, görmürsən. Куда не делись? Hələ Şəmi deyirəm, не видишь. Подожди. Poterяli. O yana gedərlər məncə hər halda. Deyil, hə? Oradadılar. Baxmırlar, Gedirlər. Yaxşı ki, telefon kimi bir alət var. Qəşəngdir Bakımız. Deyə musiqi gəlir. Yenə də Müslüm bizə. Əlaqəni itirmir Müslüm. Gedib gələsidir, gedəsidir, gələsidir. Nə iş taxdın bizə? Ona bir küçə getdik. Əlimdən telefon düşər dənizə. Vay. Daşlar da var burada. Elə bir neft hissi gəlir dənizdən. Волнуется море. Волнуется на самом деле. Ne geçen görüntüdür Muzinka. Ay, çıxırıq, sevinç. Ha, qırmızı oyanda. Sən ağıllı hansı mahnı gəlirdi bax burada? Hə. Ən ilk ağlıma gələn. Savunma mahnı gəlmir. Mən deyim. Hə. Sən ana Xəzərimin sahilində, şən Bakı şöhrətin var el dilində. Mən nəsə ayla bağlı fikirləşdim. Yox, bulvarda yəni dəniz, Bakı. Baxdan baxdan başa düşmürəm, nə ayda. Üzümə deyirəm, bu nədir qırmızı? Sizin də evdən qəşəng görünür ay. Burada qırmızıdır yeşəmi. Hələ indi qalxaraq. Hə. Birazdan qalxacaq. Yaxınlaşdırım. Gözüm yaxşı Sulanlıq oldu. Bizimkilər hara getdi Şəmi? Nivir. Buradaydılar bayaq. Peki belə qıraqla gedirlər yəqin Yenə ki. bizi axtarmırlar. Buna telefonda bura yaşıl görünür. Bakayım. Nə qədər işıqlardandır. Ne qəşəngdir Şəmi. Adam evə getmək istəmir. Heç. Getib gəzək. Bura yaxın yaşayasan. Bax toz yox, heç nə yox. Görsən Şəmi təmizdir bura.
Yürüşə mama bura gələ. Adam bura gələ yürüşə. Gəzməyə səhər tezdən. Burada yaşayanlara yaxşıdır. Elə deyirsən, amma biz neçə illər yaxında qalmışıq da bulvara püşkon düşə bilərdik. Vaxt elib onu eləyə bilmirsən. Vaxt tapıb eləyə bilmirsən. Deyirsən də, hə, yaxındayam düşün gəzim. Həm də bəlkə də oxuyub eləyib yox vaxtlar yəni. Amma ata da işdə gücdəydi də, yəni. Evi qoyub hara gedəsən. Hə, boş vaxtı yox idi. Biraz vaxt eləyib özünə. İndi biraz yaşlaşmışıq. Adam özünə baxmaq hafizəsi deyir ki, biraz sağlam olasan ki, xəsəbə yürüşə çıxasan da. Onlar o tərəfdədirlər, biz hələ taşıt eləyirik. Hə, gedib ora yaxındır. Yenə də Müslüm səsi. Müslümün səsindən bildik. Səsimə qurban olum. Külək olmayan vaxtı gələndə dəniz belə yəni deyildi də, çox çəkilmiş vəziyyətdə elə pis qırıldı. Hə. Dəniz təmizliyi İndi dəniz dalğalanır, ləpələnir. Gözəl Xəzərimiz. İstəyirəm ki, belə qəşəng olsun, təmiz saxlayaq, belə qəşəng görünüş olsun. Çünki bu bizim dostoprimçətimizdə, bax bu bulvar. Azərbaycan necə deyir, şey, dostoprimçətimizdir. Dostoprimçətimiz abidə deyil, yox. Yox, abidə Yəni gəzməli, görməli yeridir də. hə də. Biz bayramda evdə olanda şeyə getdik, Qobustana. Bu qədər turist var idi ki, qruplarla gəzirdilər. Türklər, nə bilim, cürbəcür millətlər. Ay Şəmsiyə, Şəkidə türklər, ruslar, ingilislər, Hindistanlılar. Hindistanlılar Hə, çəkmişdim də. də. Onlar belə də gəzmirlər, gid yanlarında. Hə, Nə deyil. Elə maraqlı gəzirlər, hər şeydə alırlar. Hər şeyin çəkirlər. Qəşəng. Suyun üzü yağlıdır, görsən. Yağlıdır, neft isinə bax. Aya bax, aya. Baxıram o bulutlara. Dərslərin qaldı, testlərin qaldı. Gedib yoxlayacaq. Valideynlər həyəcanla cavab gözləyirlər. Hə. Gəzirəm. Müəllimə bulvarda gəzir. Yox, kim qalır. İşlərimin yanında bir şey oynayacaq. Qonağım gəlib, yeyib. O gəzdirməliyəm. O da bir işdir. O da bir işdir. Şimdi bu. Ya da o, Gördün mü orada? hə, yenə oğlan da anaya bağlı olur oğlan. Mənim oğlum hanı ay Müslüm, o niyə qaçmır? Sən oğlum böyüdü. Bilir ki, əlimdə telefon var, məndən uzaq qaçır.
Seni kurban olum. Keçim. Ay keçim. Gidiyor da hele geçti. Aydı. Месяц. Bir daha üstündeydi. Ama o ne? Луна уже полная, да? Круглая. Ha. Сейчас посмотрим. Так, все вопросы есть. Yine de alov. Gah bayraq olur, gah alov olur. Gah adam əlində bayraq olur. Gecə vaxtı çox qəşəng olur. Hamısının işıqları yanır. Telefonda onu çatdırmaq olmur, amma belə canlı çox gözəldir. Çıxıram da, yaxınlaşdırda vəbşə pis olur. Elə toplanma olur rengi. Qapın arıncı deyə. Sən o da eləci deyilsə, işıq rəngindədir. Aba. Nəsə Güzel. geçiyor. Telefonumuzu qaytar yerinə, öz vəziyyətinə qaytar. Bax, indi bayraqlar tutan adamlar var. İndi bayraq oldu. Sonra gəldi mənim telefonumu quruldu, bilmirəm neynədi. Aynı. Bizim komanda buradadır. Şəmi, qabaq burada bir-iki yerdə qırıq olurdu. Yadda da baxırdıq dənizə. İndi qəşəng təmir olunub. Mənə toxunmayın, ha, telefon əlimdən düşər. Ne güzeldi. Niye Titanic'e? Dayıyla cəsur durmadılar. Otursunlar. Ay dadam hər axşam bura gələyir. Dənizin iyisi qəşəngdir, amma biraz içində neft iyisi də gəlir. Ay selam. Aya bax, hə, neft iyisi gəlir, görsən. Gittikçe yukarı kalkıyor. Getdikcə yuxarı qalxır, ay Həsən. Yukarı qalxmamışdı, ufuladı.
British adamlar ölüblər. Haradakı adamlar? Burada qırıq düşüb ölüblər. Yox, Esma, yox. Niyə ki? Aa, Şəmi kimin saçları qalıb burada? Kimin saçları? Qoy dursun, həbə ki qayıb. Həm maşında üstündə. Yazıq adam da harasa gedir. YouTube'da görmüşəm. YouTube'a baxıb bir aydan sonra paylaşır bu videonu. YouTube'a neyinə baxsın? Oy da kimindi görəsən. Burada durub söhbət edib yəqin baxıblar ediblər. Hə. Mənlər bir də nəsə kağızda belə nəsə qalıb yeyiblər belə. Baxdım, yo, açar. Buradakı bir dəfə biz telefon taxmışdıq. Mama yanımızda değil lan. Ha, kömür kolayla gelmişti. Hiç taxıl da Əl vurmayın. Qayıdıb gələr bəlkə tapar. Yəni məncə heç, hə? Maşına yaxınlaşanda yadına düşər, gəlib axtarar. Bəlkə gedir evə, evdə buradadır. Yox, ev burada olsa maşınla gəlməzdi. Yerdə kimsə tapıb ora qoyur. Hə. Hər nəsə kimsə itirib. Adam pis oldu. Hə, pis şeydir. Hə. Gəlib bunu tapsaydı. Yiyəsi tapsaydı, hə? Burada onun üçün bir şey oldu. Bəlkə duraq gözləyir. Biz deyə bilərik. Biz gözlüb nə yiyəsik ki, Əsma? Bizi elə söyləyirlər, mənim xoşum gəlməzdi. Biz nə yedik ki, Əsma? Maşın açar. Əsma deyir bizi elə eləsələr biz pis olardıq. Axı deyirəm biz nə yedik? Gördük orada Əsma, biz nə yeyə bilərik? Üstündə nömrə yox, bir şey. Nömrə yox, zəng eləyəsən, nəsə deyəsən, nə yeyək? O uşaq səndən söhbət edir, deyirsən, tanış. Yox, başqa şeylər. Şimdi getirəm bunu götürək. Mama biz üçümüz sürə, siz də ikimiz sürə. Yaxşı. Gedək tapaq şeyini. Hə. Aşağı gözümüzdə Taxtdan düşür ki, bax, heç. Necə? Biraz da bizim gözümüzün gördüyümüz qanaxı. Hə, bu qədər çıxacaq. Gözləyin. Özə biz oradan uzaqlaşırıq, axı belə gedirik. Bir hələ buradadır. Heç kim gəlmədi, götürmədi. Deyə buralar çıxar, hələ buradadır. Çox gəzdik. Не хочу лапу.
Balaca köz, kofe time, kofe bar, isti içkilər, soyuq içkilər. Latte də var, 3 manat 50-yə. İntereсно, öz evimizdəki kofe ondan yaxşıdır, gedək evimizə. Nə bax, oturaq şəm ikimiz də. Sonra bizi axtarsınlar bulvarda. De oturaq o kız, 2 dənə qız kimi. Orada gələ ayaqların eyni olsun, ikimiz də eyni bax. Nə qəşəngdir sürürlər. Yenə Böyle bir kızdırmam beni. marojna, su. Dedi, o geldi gelmez soğuk su içtim babasını aldı. Nədir bibi sənə qurban? Nədir abi bibinin ürəyi? Şimdi sen qabaqda oturacaksın. Yo, mən oturacağam arxada, səni də qucağıma alacağım Əsma. Mənim qucağımda yatarsan. Yaxşı? Mən də səni elə öpəcəm üzündən, saçından. Narahatsan Nurka? Yoruldum. Çox marojna yeyirsiz də Nuray. Varın evdə sən? Hə. Allah kömək olsun, ona bir neçsin. А вот наш автомобиль. Çəkilin göstərmək üçün. Can mama. Mama o da o yandadır. Sən keç o tərəfə musiqi mamamın yanına. Əsmə mən oturum sonra sən, hə? Qalxırda Əsmər. Qardadır. Aya bax. Biz baxanda qıpqırmızı. Qırmızı idi indi, hə, indi oldu. Sağ